Azərbaycanın milli qəhrəmanı Şahin Tağıyev hazırda qocalar evində yaşayır. Ancaq onun yaşadığı qocalar evi Azərbaycanda deyil, uzaq İsveçdə yerləşir. Məsələ burasındadır ki, Şahin Tağıyev 2001-ci ildən Azərbaycanı tərk edərək Avropaya köçüb. Ajans.az məlumat verir ki, milli qəhrəmanın İsveçdəki qocalar evinə yerləşdirildiyini Modern.az Avropada yaşayan tanınmış Azərbaycanlı fəal, yazıcı jurnalist Vahid Qazi qeyd edib. 8 noyabr Zəfər bayramında Şuşanın 28 illik işğaldan azad edildiyi gündə Azərbaycanın milli qəhrəmanı Şahin Tağıyevi Oxiyi qocalar evində ziyarət etdik. Şahin bəy insult və infarkt keçirəndən sonra burada yaşayır. İsveçin səhiyyə və sosial sisteminin təmin etdiyi qayğı, övladlarının, nəvələrinin diqqəti, sevgisi ilə ömür sürür. Xeyli söhbət etdik. 1990-ların ilk yarısında yaşadığımız ömrün faciələr dolu ağır illərindən üzü azad Qarabağ açan Zəfər günündəki danışdıq. Dedim, tez sağal Şuşaya birlikdə gedək kövrəldi. Ayrılanda hamıya salam dedi, xalqımızı təbrik elədi. Mən də onun təbrikinə qoşulub, Zəfər günümüz mübarək olsun deyirəm, Vahid bildirib. Əlavə edək ki, əslən Şuşadan olan Şahin Talıboğlu Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində doğulub. Kiçik yaşlarından Bakıya köçüb, uşaqlıq illəri Bakının Bülbülə qəsəbəsində keçib, burada böyüyüb. Bülbülə qəsəbəsindəki 208 saylı məktəbə gedib və 5-ci sinfə qədər burada təhsil alıb. Yarımçıq qalmış təhsilini 12 saylı internat məktəbində davam etdirib. Daha sonra energetika texnikumuna daxil olub. 1969-cu ildə texnikumu bitirib və təyinatla Rusiyaya Udmurt vilayətinə göndərilib. Gənc yaşlarında Rusiya və Azərbaycanda əvvəlcə energetika, sonra ticarət sahələrində işləyib. 1988-ci ildən Milli Azadlıq Hərəkatının fəal iştirakçısı olub. 1991-ci ildə könüllü olaraq Qarabağ müharibəsinə gedib, leytenant rütbəsində bölük komandiri kimi döyüşlərə atılıb. 1992-ci ildə həmin bölüyün bazasında yaradılan Qurtuluş batalyonunun komandiri olub. Özü və rəhbərlik etdiyi batalyon bir sıra döyüşlərdə, o cümlədən Ağdərə istiqamətində düşmən cəbhəsinin yarıllısında xüsusi qəhrəmanlıq göstərib. Tərtər, Seysulan, Yarımca, Levonarx döyüşlərində iştirak edib. Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli fərmanı ilə ona Milli Qəhrəman adı verilib. Şahin Tağıyev Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən ilk 4 nəfərdən biridir. 1993-cü ilin martda döyüşlərin birində ağır yaralanıb, hospitalda uzun müddətli müalicədən sonra polkovnik-leytenant rütbəsində ordudan tərxis edilib. Şahin Tağıyev atəşkəs dövründə də Qarabağın azadlığı naminə fəaliyyətini davam etdirib. 1998-ci ildə Qarabağ Koordinasiya Şurasının işində fəal iştirak edib. Qarabağ Azadlıq Təşkilatının yaradıcılarından olub. 2000-ci ildə Qarabağ Azadlıq Təşkilatının bərpa qurultayında Ali Məclis üzvü sədr müavini seçilib. 2001-ci ildən Azərbaycandan Avropaya mühacirət edib, İsveçə köçüb. Tağıyev ailəsi ilə birgə hazırda İsveçdə yaşayır. Bir oğlu, bir qızı, nəvələri var. Milli qəhrəman təqaüdçüdür. 2020-ci il sentyabrın 27-sində 2-ci Qarabağ müharibəsi başlayarkən Şahin Tağıyev səhhəti ilə əlaqədar Azərbaycana gələ bilməyib. Oktyabr ayında Vətən müharibəsinə dəstək məqsədi ilə silahlı qüvvələrə yardım fonduna 1500 manat məbləğində vəsait köçürüb. Milli qəhrəmanın ən böyük arzusu Şuşadakı ata yurdunu ziyarət etmək idi. O, 2023-cü ilin noyabrında bu arzusuna qovuşdu. İsveçdən vətənə gələn Ş. Tağıyev Şuşaya gedərək şəhəri ziyarət edib. Şuşadakı Vaqif məqbərəsinin yanında çəkdirdiyi şəklini sosial şəbəkədə paylaşıb. Tağıyev 2023-cü ildə Xankəndidə keçirilən hərbi paraddan sonra Zəfər bayramı münasibəti ilə Prezident Ali Başkomandan İlham Əliyevi təbrik etmişdi. Daha sonra o, yenidən Azərbaycandan İsveçə qayıtmışdı.